Eşitmişdim ki, İmam Hüseyni ağlayan göz cəhənnəm odunu söndürər. Yusif Peyğəmbər serialında ata ilə oğlun görüşməsi ən təsirli filmin nöqtələrindən, məqamlarından biridir. Orada doğrudan da biz özümüz səsləndirə-səsləndirə də gözümüz dolurdu. Az yaşım var idi. Həmişə onunla oturanda Əli deyirdim. Əli deyəndə başlayırdı belə ağlamağa. Dedim ki, hələ danışmamışam. Dedi, sən bilmirsən o kimdir. Sən bilmirsən o kimdir. Orada xarici vətəndaşlar da var idi. Görürdün ki, ağlayırdılar. Birinə sual verdi. Başa düşür Azərbaycan dilində oxuyan o hani. Sual verdi. Dedi, yox, mən başa düşmürəm. Amma yetərdi oradan bir Əbbasadır. Salam olsun Əli oğlu Hüseynə. Salam olsun şəhidlər sərvəri Həzrəti Hüseynə. Adam var, ürəyi dolu dərddən ağlaya bilmir. Görürsən ki, göz yaşı bəzənlə özü böyük bir neymətdir, bir lütfdir. Şəxsiyyəti yaratmaq çox çətindir aktyor üçün. Obrazları yaratmaq üçün yəqin ki, aktyora ilahi bir güc də verilməlidir. Ki, bunun öhdəsindən gələ bilsin. Hüseyn əleyhissalamın bu səhnəsi, bu Kərbəla səhnəsinin harasına baxırsansa orada bir ilahi rəng var. Salma belə dilə həsrət odun ey yarim. Eşq Kərvanı. Eşq Kərvanı. Bismillahirrahmanirrahim. Salam olsun Əli oğlu Hüseynə. Salam olsun şəhidlər sərvəri Həzrəti Hüseynə. İmam Hüseyn kim idi? Bizim əlimizdən tutub hidayət kərvanına, eşq kərvanına, ədalət kərvanına, səadət kərvanına, dünya və axirətin xoşbəxtliyini əldə etmək üçün bu kərvana dəvət edirdi bizi. Həzrəti İmam Hüseyn hər birimizin əlimizdən tutub aparırdı bu kərvana. Həzrəti İmam Hüseyn bizi xoşbəxt etmək istəyirdi, paçlamaq istəyirdi. Dünya və axirətin səadətinə nail olmağımız üçün qanından keçdi. Bu eşq kərvanından gerdə qalmıyor. Eşq kərvanı. Eşq kərvanında bu dəfə də əziz, dəyərli qonaqlarımız var. Həzrəti İmam Hüseyn əleyhissalam haqqında ürək sözlərini danışacaqlar. İlk öncə ruhanimiz, dəyərli ilahiyyatçımız Hacı Ramil Bədalovu salamlayıram. Xoş gördük sizi Hacı. Aleykum salam, xoş gördük. Digər qonaqlarımız bizim sevimli aktyorumuz, Respublikanın əməkdar artisti Erşən Rüstəmov bizim qonağımızı salamlayırıq sizi. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Sağ olun. Şairimiz Aydın Sani bizimlədir. Sizi də salamlayırıq. Çox xoş gördük. Və Əhl-i Beyt məddahı Samirlan Hilali. Sizi də salamlayırıq. Salamlayıram sizə, təşəkkür edirəm. Allah razı olsun. Allah mükafatlandırsın sizi, hər birinizi. Çox İlk öncə ruhanimizin sözünü eşidək. Həzrəti İmam Hüseyn haqqında sualımız var, Hacı tərtib etmişik. Hamımıza məlumdur ki, Həzrəti İmam Hüseyn əleyhissalam Yezdə beyət etmədi və Küfəyə yola düşdü. Mədinədən
Məkkəyə, Məkkədən də Küfəyə yola düşdü. Bu səfərdə bir neçə nəfər onun bu hərəkətini düzgün qəbul eləmədi, düzgün hesab eləmədi. Hətta səhabələrdən var idi. Peyğəmbər səhabələrindən var idi ki, Həzrət İmam Hüseynə qarşı çıxdılar. Qarşı çıxmadılar, sadəcə məsləhət görmədilər onun bu addımını, bu hərəkatını, bu səfərini. Baxanda həmin səhabələr Həzrət İmam Hüseyni sevirdilər. Sadəcə məsləhət bilmədilər, İmam Hüseynə məsləhət görmürdülər. Həzrəti Peyğəmbərin səhabələri sıradan biri də deyildilər onlar. Peyğəmbərin səhabələri və hətta Həzrəti İmam Hüseynin qardaşı Məhəmməd Hənəfiyyə də səhv etməsəm məsləhət verdi ki, getməyəsən, öldürəcəklər səni. Bu barədə də inşallah sizdən eşidərik. Onlar bu hərəkətin ilahi bir vəzifə olduğunu dərk etməmişdilər. Bəziləri isə bu vəzifənin əql ilə dərk olunmayacağını deyirdilər. Belə bir sual vermək istəyirəm hacı sizə. İmam Hüseyn əleyhissalamın səhabələri bu işi mərifətdənmi, yəni bu ilahi vəzifəni tam dərk edərəkmi yerinə yetirirdilər, yoxsa İmam Hüseynin hərəkəti dərk olunmalı idi, ya sadəcə imama itaat etməli idilər? İtaat etsəydilər kifayət edərdimi? İlk öncə qonaqlara da salam verirəm. Allah sizləri qorusun və izləyicilərimizi də xoş gördüm. Sual belə deyək biraz geniş sual idi əslində, amma yığın bir yerə. Mən başa düşdüyüm qədər mövzu budur ki, Həzrət İmam Hüseyn əleyhissalamın yanında gedən insanlar, indi adına 72 şühəda deyirik. Əlbəttə şərtidir rəqəm, çünki bəzədə az-çox deyilib. Onlar Hüseyni əleyhissalama sırf itaət etdilər, anlamadanmı onun yanındaydılar, yoxsa anlamışdılar, dərk eləmişdilər, mahiyyətinə varmışdılar. Və ikinci də burada mən başa düşdüyüm qədər bir mövzu da önə çıxdı ki, bəzi insanlar var idi ki, onlar məsləhət verdilər İmam Hüseynə getməklə. Buna dinin yanaşması nədir, ya fikrimiz nədir, nə deyə bilərik? Sözsüz ki, İmam Hüseyn əleyhissalam öz ətrafında olanları kör-körana özü ilə aparmırdı. Dinimiz bəsirət dinidir, əqlaniyyət dinidir. Dinimiz insanlara anlamağı, təfəkkür eləməyi, düşünməyə dəvət eləyir. Quran-ı Kərimin ayələrinə vardıqda, oxuduqda bunları biz görürük. Hətta orijinaldan bir neçə ayə deyə bilərəm sizə. Udu ilə səbilə rabbikə bil hikməti vəl muizətil həsənə və cədilhum billətiyyə əsən. Allah Peyğəmbərə buyurur, Peyğəmbər insanları rasional tərzdə düşündürərək yolu apargına. İnsanlar anlasınlar, bilsinlər, kör-körana gəlməsinlər. Və bu dinimizin ən mühüm mövzularından biridir. Və bunun haqqında dini mətnlərimizdə çox söhbətlər keçib. Və sözsüz ki, İmam Hüseyn əleyhissalam da onlara yolu şəffaf şəkildə göstərir və hətta həqiqətləri deyir. Sabah şəhid olacaqsınız, bura qədər deyir. Bu yol hara gedir, ona qədər deyir. Və İmam Hüseyn əleyhissalam məktublarına diqqət elədikdə, karvan yola düşdükdə müəyyən mənzillərdə dayanıb, o mənzillərdəki çıxışlarına baxdıqda görürsünüz ki, izah verir, həqiqətləri aşılayır, başa salır və niyə getdiyini insanlar orada söyləyir. Həm qarşı tərəfə də hətta söyləyirdi. Ordu bir 8 gün, 9 gün o ordu ilə üzbəüz, yəni İmam Hüseyn əleyhissalamın çıxışları var, tarixdə qeyd olunub. Mən niyə gəlmişəm, nə üçün gəlmişəm? Və bu mühüm mövzudur və Peyğəmbərimizin də yolu budur. Bəsirətlə, düşündürərək, əqlani şəkildə insanlara həqiqətləri aşılamaq. Bəzi mövzular var ki, bizim əqlimizin dərk əhatəsindən kənardır. Amma ana xətti anlamışıq biz. Yolu başa düşmüşük biz. Yəni ona görə də Peyğəmbərin o gətirdiyi möcüzələr də, baxın, bir dənə qısa deyim keçim, amma mühüm mövzulardan biridir ki, Peyğəmbərin bir dəvəti var, bir də iddiası var. Dəvəti toydu dünya görüşə dəvət edir. Yəni məbdə var, məad var, axirət var, Allah var, qiyamət var, hesab var, kitab var. Mən gətirdiyim konsepsiya budur və s. Bir də iddiası var, mən Peyğəmbərəm. Dəvəti üçün möcüzə gətirməyib, iddiası üçün möcüzə gətirib. Dəvəti üçün dəlil məntiq əsaslanıb, sübut, dəlil məntiqlə danışıb bizimlə. Amma mən Peyğəmbərəm
Bunun üçün möcüzə göstərir. Çünki bəzi mövzular var, sabah məsələn tutaq ki, sübh namazını niyə 2 rəkətdir, məsəl, elementar. Hətta bu biz onu anlaya bilmirik bəzi vaxt. Niyə 3 olmasın, 2 olsun? Niyə zöhr bu qədər olsun? Düzdür? Amma orada artıq təslimiyyət mövzusu, ona görə İslam kəlməsidir də, təslimiyyət. Orada artıq biz Peyğəmbərə inanırıq. Çünki o Peyğəmbərdir, Allah tərəfindən gələn elçidir və onun iddiasına müqabilində bizə möcüzə də göstərir. Düzdür? Amma dəvət, ana prinsip əqlə, dəlilə, məntiqə söykənir. Və bu Peyğəmbər də həmən, İmam da həmən Peyğəmbərin davamçısıdır, həmən yolun davamıdır. Ona görə sözsüz ki, o da bizə neyiniyib? Orada olan insanlara həqiqəti göstərə-göstərə aparıb. Hətta 13 yaşındakı uşağa belə deyir. Orada deyir, sabah şəhid olacaqsınız. O kənardaydı o Qasım. Gördü ki, mövzu bitdi. Ondan sonra gəldi ki, Əmican dedi, bəli. Dedi, biraz söhbət elədim, sualım var sənə. Dedi, buyur, dedi, ənə fi mən yuqtəl, ölənlərin şəhiddən siyasında varam yoxsa yox. İmam birinci onu düşündürdü. Desə, mənə de görüm, ölümə baxışın necədir sənin? Ölümü yoxluq kimi düşünürsən, yoxsa bir həyata açılan pəncərə kimi görürsən? Necə baxırsan ümumiyyətlə sən ölümə? Bu dedi ki, əhlə minəl əsəl, baldan şirindir. Belə danışdılar. Axırda sən də şəhid olacaqsan. 13 yaşında uşağı da aldatmayıb. Yəni, kör-körən aparmayıb. Nə var onu deyib, həqiqətləri izah edib və əlindən tutub aparıb. Sadəcə təəssüf, mən tarixdən onları oxuyanda həmişə ürək yanğısı ilə oxumuşam. Adam imama o yolu getmə demək, bu hara sığan bir sözdür ki. Yəni, imama bu sözü deyərlərmi, getmə. Sual verərlər, niyə gedirik? Normaldır. İmam da cavab verər. Amma imama gəlib məsləhət mi verərlər? Hə, imam vəziyyət yaradar bizə, sual soruşar, fikir nədir, məşvərət eləyər. Bu da bəllidir. Amma da Peyğəmbərin müqabilində deyanasan, imam müqabilində, sən niyə belə eləyirsən, səhv eləyirsən, bu cür nə? Çünki sualdan da suala fərqi var da. Bəzi vaxt sual bilmirsən, ona görə bəzi etirazdır. Etirazdır, bu nədir? Eyni də həmən etirazı mələklər edir. Niyə adam yaradırsan, nə? Daha doğrusu şeytan edir, iblis edir. Mələklər deyir, niyə yaratdın? Bilmir, öyrənir. Şeytan, niyə yaratdın bunu? O etirazdır Allaha. İmama da Peyğəmbərə də bu cür etirazla yanaşmazlar. Cəsarətdir də bu. Mən baxmışam, 13 nəfər insan o cür yaxınlaşıb getmə deyib. 13 nəfər insan yaxınlaşır deyir, getmə ginən. Niyə gedirsən? Amma hamısında elə də deyil, belə xoş niyyətli olub beləsiz. Onlar içində elələri var idi ki, söz xatirinə gəldi, elə istəyirdi getsin, çıxsın, olmasın orada, imamdan canı qutarsın. Amma sabah tarixə düşəcəkdi, deyənə gəldi ki, mən də dedim də getməsin. Bəzi mövzular belədir, biraz genişdir, inşallah başqa vaxt. Elşən müəllimə sualımız var. Sizin üçün də bir sual tərtib etmişik, amma ağır sualdır təbii ki. Bu mövzuda danışmaq çətindir həqiqətən də. Fərqli rollar almışsınız siz bir aktyor olaraq, Azərbaycanda tanınmış bir sima aktyor olaraq. Fərqli rollar almışsınız. İllər uzunudur, sizi tanıyırıq efirdən təbii ki. Bir çox taleyləri canlandırmışsınız. Ümumiyyətlə, bəzən elə olur ki, bir insanın içində gedən savaş min obrazdan daha çox danışır. Belə bir ifadə də var. Həzrəti Hür haqqında istərdim bir sual verəm. Hür də Kərbəlada bu savaşdan qalib çıxan bir qəhrəmandır. Adını yazdırıb dastanlara, tarixə adını yazdırıb, tərəddüddən təslimiyyətə, qorxudan cəsarətə. Əgər səhnədə sizə Hür obrazını yaratmağı təklif etsəydilər, o dönüş anını necə yaşayardınız? Və ümumiyyətlə, sizin həyatınızda İmam Hüseynə olan dönüş haradan və necə başlayıb? Bax, belə bir ağır sualımız var. Təşəkkür edirəm əvvəla hamınıza ki, məni bu cür verilişə dəvət eləmişsiniz. Burada söhbət əxlaqdan gedir, ləyaqətdən gedir, şəxsiyyətdən gedir və təbii ki, belə bir mövzuda, belə bir verilişdə iştirakdan çox məmnunam və sizin sualınız da doğrudan da çox ağır bir sualdır və mənim peşəmə yönəlmiş ən belə çox ağır sualdır. Biridir ki,
belə bir obraz yaratsaydım necə olardı? Əlbəttə, biz aktyorlar hər bir obraza bir insan kimi, adi insan necə yanaşırsa, bu obrazı bir adi insan kimi təqdim eləyirik, eləmək istəyirik. Amma elə obrazlar var ki, bu obraza adi insan kimi yanaşmaq olmaz. Hür, böyük sərkərdə olub və o sonda gəlib Həzrəti İmamın yanına ki, bəs həm tövbə eləmək istəyib, həm də ki, ona qoşulmaq istəyib və onun məşhur bir sözü var ki, deyir ki, mən cənnətlə cəhənnəm arasında qalmışam və param-param olsam da mən cənnətə üz tutacam, cənnəti seçəcəm. Yəni, mən haqqı seçəcəm, ədaləti seçəcəm. Bu deməkdir. Və bunun üçün də o Həzrət Hüseynin yanında oldu və şəhid oldu. Şəxsiyyəti yaratmaq çox çətindir aktyor üçün. Çünki bu insanlar şəxsiyyətdir. Aktyor təcrübəsindən əlavə, aktyor vərdişlərindən əlavə bu obrazı yaratmaq üçün, bu obrazları yaratmaq üçün yəqin ki, aktyora ilahi bir güc də verilməlidir ki, bunun öhdəsindən gələ bilsin. Aktyor üçün böyük bir şərəf olar ki, bu cür rolları yaratsın. O ki, qaldı sizin o biri sualınıza ki, İmam Hüseynlə bu böyük şəxsiyyətlə tanışlığım və mən elə gəlir ki, onunla tanışlığım elə anadan olandandır. Çünki bizim evdə həmişə Quran sədaları olub. Bizim evdə həmişə Məhərrəmlik ayı girəndə təziyyələr olub, mərsiyələr olub. Yadımdadır ki, babam, nənəm həmişə bu aylar girəndə ələm qoyardılar və orada təbərik suyu olardı. Qonşular, insanlar gələrdilər, ziyarət eləyərdilər, o təbərik suyundan dadardılar, mərsiyələr oxuyardılar, Quranlar oxuyardılar və mənim anadan olandan bu səsləri eşitmişəm, bu sözləri eşitmişəm və nə yaxşı ki, bunlarla böyümüşəm. Ona görə də həmişə istər-istəməz mənim qəlbimdə, bu mənim həm yaddaşıma, həm də beynimə, qəlbimə həkk olunub ki, bu adlar gələndə bir sevgi oyanır. Həzrət Əlinin adı gələndə bir sevgi, istər-istəməz məndə bir sevgi oyanır. İmamımızın adı gələndə sevgi oyanır. Və bu sevgi həmişə mənim qəlbimdə var və çalışıram ki, öz əməllərimi də, əlbəttə insan günahsız olmur, insan çox səhvləri olur. Amma bu insanlar bir mayaqdır ki, bu şəxsiyyətlər bir mayaqdır ki, həmişə biz onlara doğru can atmağa gedirik. Və İnanıram ki, əgər onlara doğru can atmağa gediriksə, biz bütün çətinlikləri aşacağıq, daha az səhv eləyəcəyik. Ona görə də mən elə gəlir ki, sizin suallarınıza qismən də olsa mən cavab verə bildim. Və təbii ki, burada bizim mütəxəssislərimiz oturub, ilahiyyatçılarımız oturub, bilicilər oturub. Onlar bu tarix haqqında daha çox bilirlər, daha çox məlumatdırlar və mən həmişə onları dinləməyə, onlardan öyrənməyə həmişə hazıram. Müəllim, elə bu sadaladığınız ki var evdə görmüsünüz bunları. Bunlar hamı təbii ki öz sözünü deyib sizin sənətinizdə də və Azərbaycanda o sevilən
Həzrəti Yusif serialı var məşhur. Hər kəs demək olar izləyib və orada baş rol olan Həzrəti Yusif əleyhissalamın səsi sizin səsinizdir. Onu səsləndirmisiniz və bütün Azərbaycanda sevdirmisiniz onu. Belə deyərdim. Film özü də mükəmməl işlənib. Təbii ki, o dublyajdan da çox bir şey asılıdır. Biz bu suala qayıdacağıq və mən bunu istəyirdim əlaqələndirəm ki, həqiqətən də o kök var, o mənəviyyat olduğu üçün və bu da təsirsiz ötüşmür təbii ki, sənətində də. Mən yenə də bu məsələyə qayıdacağam. Bizim şairimizə sualımız var, Aydın Saniyə. Söz adamısınız. Söz ustadısınız təbii ki. Söz adamı olaraq harda mənalı, hikmətli bir söz görürsünüzsə, təbii ki, sizi özünə cəlb edəcək. Maraqlıdır ki, Həzrəti İmam Hüseynin hansı sözü və yaxud Həzrəti İmam Hüseyn haqqında deyilən hansı söz sizi özünə cəzb edib? Ümumiyyətlə, bu haqda nə danışa bilərsiniz bizim üçün? Təşəkkür edirəm. Mən də biraz yox, çox çətindir. Mənim üçün söz adamı olduğumuza baxmayaraq və elə bir məqama gəlib düşürsən, elə bir bax belə yəni İmam Hüseyn haqqında bir mövzu və sən orada 2 cümlə danışmalısan. Gələndə yol boyu adam düşünür ki, mən nə boydayam ki, yəni o Həzrətin məqamı bəlli və sən bəs, yəni nə boydasan ki, yəni. Biz çətindir, amma eyni zamanda da şərəfdir. Bax, burada sizlərlə olmaq, ustadlarımızla olmaq. İmam Hüseyn haqqında biz, Allah'ın salamı olsun, bizim ustadlarımıza, onlardan görüb götürmüşük, onlardan əxs eləmişik, indinin özündə də öyrənirik. Hərdən özümüz üçün çalışmışıq ki, deyir, sözün ən gözəli onu sadə təqdim etməkdir, ən gözəli. Və İmam Hüseyn bizə elə söz öyrədib. İmam Hüseyn bizə sevməyi öyrədib. İmam Hüseyn bizə əxlaq öyrədib, ədəb öyrədib. Zatlarımızdan üzr istəyirəm, mən sadəcə olaraq öz bildiklərimdən, yəni hərdən yox, daim eşitdiyimiz ən gözəl, ağır sözlərdən, yəni belə siqlətli sözlərdən biri də o olub ki, Əhl-i Beyt bizi Allaha tərəf, Allaha aparıb. Amma danılmaz bir şey də var ki, Əhl-i Beytə də bizi ustadlarımız aparıblar hər zaman. Allah onları salamat eləsin, Allah onları bizə çox görməsin. Bir gözəl bir söz eşitmişdim. Sözün özündə də bir şeiriyyat xoşlayır bəzən o ziddiyyəti, mübaliğəni, təşbihi. Eşitmişdim ki, İmam Hüseyni ağlayan göz cəhənnəm odunu söndürər. Sualla bağlı ən çox xoşuma gələn, çünki oradan bir tək beyt gəlmişdi, yəni eynimək əcəb sözdür, yəni sözün özü gör nə qədər sadə, amma eyni zamanda da həm tutumlu, həm də çatacaq qədər, yəni burada izaha tərcüməyə də ehtiyac yoxdur. Və bir beyt biz görmüşük ki, adətən o Axund Azər ustadımız öyrədib bizi ki, bu beyt deyilsə, beyt evdir. Evdəki altdan başlanar da tikmək, yəni özüldən. Mən bu dəfə nə, yəni son beyt altdan, nə üstdən, düz ortadan bir, yəni o tapıntı gəlmişdi. Elə istəyərdim o bir deyim, şükr elə, qismət və düşsə əgər bir damcı, Allahın bizlərə bir lütfüdür, hər bir damcı. Niyə zalım tərəfindən yıxılan baltalanır, bunların insafı yoxdurmu məgər bir damcı? Alan Allah, verən Allah, güc onun, qüdrət onun, olar əlbət gecə bir dalğa səhər bir damcı. Bir hədis var, kim Hüseyn üçün axıdar göz yaşı, üzü məhşərdə gülər,
gedməz ədər bir damcı, o qədər dözmüsən aydın, daha bir damcı da döz, görəsən vəslə qalıbdır nə qədər bir damcı, bir damcı, bir damcı. Bax, həmin o beyt idi ki, Möhtəşəm. hansısa bir Məhərrəm ayının hansısa bir günlərində idi. Eynən eşitdiyimiz kimi ki, İmam Hüseynə ağlayan göz cəhənnəm odunu söndürər. Həmin o beyt idi ki, oradan qalmışdı yadımda və heç təsadüfi deyil ki, bizim indi Həcı də yaxşı bilir, adətən bir cızmaqara eləyəndə aparıb bir ustada göstərirsən ki, ustad bunun bir vaxta bir orasına, burasına bir rəndələ bizim üçün bunu. Və ilk qəzəlim, belə deyək, olmuşdu ki, ondan əvvəl nə vaxt gedirdik yanına, məsəl üçün, bu səhvdir, bunu bu beytlə dəyiş. Ustaddır da, tələbə ilə, yəni necə olar ki? Amma bilmirəm, indi orada nə boydana iş görmüşdüm. Yəni, mənim üçün çox doğmadı o şeir. Mənim olduğum üçün yox. Onun üçün ki, orada İmam Hüseynin adı var idi. Orada o istədiyim o hadisəni o bir beytin içində ötürə bilmişdim. Və ilk elə razılıq, yəni aldığım şeirdə o şeir olmuşdu. Yenə deyirəm, çox mənim üçün böyük bir şərəfdir ki, mən bu günləri bax buradayam. Dəyərli insanların əhatəsindəyəm. Ustadımızla bax yan-yana oturmuşuq və mövzumuz da ki, İmam Hüseyn. Allah köməyiniz olsun. Beyt də möhtəşəm idi həqiqətən də. Bizim Əhl-i Beyt məddahımız Samirlan Hilali bir çoxları bilir ki, bu ləqəbi seçməyinizdə Həzrəti Əbülfəz ağa ilə bağlılığı var bu ləqəbin. Buna da bir aydınlıq istəyərdik sizdən. Və eyni zamanda sizi məşhur bir serialda Həzrəti Əbülfəz rolunda olan bir şəxsə də bənzədirlər. Sizin üçün Həzrəti Əbülfəzl Abbas kimdir və Samirlanı Samirlan Hilali edən nədir? Bir xatirələrinizə bölüşək. Az təşəkkürümü bildirəm dəvətə görə, minnətdaram, Allah razı olsun. Başda dəyərli ustadımız olmağına, hər birisi salamlayıram, dəyərli qonaqlarımızla. Allah razı olsun hər birinizdən. Allah bizləri İmam Hüseynin qapısından ayrı salmasın inşallah. Azı bir-birindən gözəl suallar verdiniz. Ağacan ləbləri və sağarı Kövsər yaraşar. Ağa kəsilən əlləri və pərçəmi məhşər yaraşar. Ağa biz kimik, biz nəçiyik, adımıza nökər deyələr. Sən kimi şahə, Əbəlfəz kimi nökər yaraşar. Əbəlfəz ağanın adı, ismi belə çox şeydən xəbər verir. Mən ustadlarımdan üzr istəyirəm, hacı. Çox üzr istəyirəm. Biz bu yaxınlarda bir yerdə məclisdə idik. Bəzən nohələr, rozalar oxuyurduq, Azərbaycan dilində idi. Orada xarici vətəndaşlar da var idi. Görürdün ki, ağlayırdılar. Birinə sual verdim ki, soruş, yəni başa düşür Azərbaycan dilində oxuyan nohəni. Sual verdi, dedi, yox, mən başa düşmürəm. Amma yetərdi oradan bir Əbbasadır. Yetərdi Əbbasadır. Bir Əbbas sözü deyir, eşidirəm, deyir, o mənə bəsdir. O məni Kərbəlanı xatırladır, o mənə çox şey xatırladır. Bəli, Samirlan Hilali Əbəlfəz ağanın isimləri ilə bağlıdır. Valla Kərbəla hadisəsində hər birinin hadisəsi ağırdır, çətindir. Başqa bir eşq də var. Məni bu yola bağlayan, məni bu yolda mən eləyən Xanım Rüqəyyənin eşqidir. 3 yaşında balanı. Allah əcr versin, Allah mükafat versin sizə. Allah daim bu qapıda xidmət edənlərdən qərar versin sizi, Samirlan. İnşallah sonda sizdən bir mərsiyə də eşidərik. Sonda sözü verəcəm sizə. Eşq karvanı, eşq karvanı. Hörmətli izləyicilər, proqramımızın bu yerində bir rubrikanı sizə təqdim etmək istəyirik. Azərbaycanımızın müxtəlif bölgələrində Əhl-i Beyt sevgisi ilə yaşad olmuş, bir ömür Allahın ibadətində, itaətində ömür yaşamış, ömür sürmüş insanlar var. Əhl-i Beyt sevgisi ilə yaşayan insanlar var ki, onları sizə
təqdim edirik hər verilişimizdə. Bu gün də o yaşlılardan, o yaşlı məhəbbət dolu insanlardan birini sizə təqdim edirik. Yenə də proqramımız davam edəcək. Eşq karvanı. Eşq karvanı. Selamu aleyke ya Aba Abdullah. Selamu aleyke ya ibn Resulallah. Selamu aleyke ya ibn Amirul Mu'minin. Benim adım Hüseyin Ali'dir. 74 yaşındayım. 5 dəfə Məşhəddə olmuşam. Bir dəfə Kərbalada olmuşam. Gedib İmam Hüseyin o ziyarətgahında ziyaret eləmişəm. Ziyarətgahları hamısı ziyaret eləmişəm mən. 77-ci ildən biz o məhərrəmlik elə ibtidaydan o ata-babadan gördüyümüz kimi yenə də bu ənənə gedir bizdə. Hər il İmam Hüseyin Eysanı biz veririk, hər il. Bu Əhl-i-Beyt məhəbbəti elə mən uşaq olan mən hiss elədim ki, mənim babam, onun atası, onlar o vaxtı gediblər, o ziyarəti eləyiblər. Mən də o uşaqlıqdan o məhəbbət mənim ürəyimdə idi ki, mən öz qabağıma qoydum ki, mən onların hər ikisinin getdiyi yolu mən gedərəm. Mənim məqsədim oradan ta məndə yarandı uşaqlıqdan. Getdim, o ziyarətgahları ziyarət elədim, Məşhədə getdim, Məşhəddən sonra ondan sonra getdim Kərbalaya. Orada İmam Hüseyin o ziyarətgaha ora girəndə mənə çox təsir elədi. Çok adam deyir, siz ora niye gittiniz? Ora Arapların filan. Adam ora girəndə, mən ora girəndə mənim qollarımın tükləri biz oldu. Məndən aslı olmayaraq gözlərimdən yaxış axırdı. Onların o sücayətləri adam orada görəndə, gedib baxanda adam deyir ki, mən gərək daha da o yolu davamını daha da gedim ora. O görməyənlər deyir ki, məsələn, adam gedir, görür, gözüyle görür. Deyirsən, ilahi, onlar nə yolları gedib, nə əziyyətləri çəkiblər öz ümmətin yolunda. Biz də hala o İmam Hüseyin o çəkdiyi o əziyyət bizim ilə ürəyimizdədir. Biz də o ənənəni davam edirik. Şükür Allah, indi bizdən sonra gələnlər də bizim o getdiyimizi inşallah davam eləyərlər. Öz nəvəmə dedim, mən sənin üçün oradan nə gətirim, mənə nə deyir. Dedi, dədəm, mən ziyarət eləmişəm. Mənim üçün bir dənə Qur'an götür buradan. O heç nə qoymadı ki, onun üçün almadı. Onun üçün Qur'an götürdüm oradan. O indi də o Qur'anı quru saxlayır o nəvəm. Ora ziyarət eləyə adamın ağlına elə şeylər gəlir. Dedi, ilahi pərverdigara. Mən gərək bunu biraz da tez gələydim. Biraz da tez ziyarət eləyəydim. Onların o getdiyi əziyyətli yolları adam görəndə, onlarla müharibə eləyənlərin əməllərini görürsən heç nə yoxdur arada. Bizim o imamlarımızın o ziyarətgahları, onların o əməllərini görürsən, deyərsən, ilahi, bu nə dəhşətdir. Gör adam, ora baxırsan, deyirsən, ilahi, bu, indi onlar bunlarla dava eləyiblər. Onların heç bir şey yoxdur orada. Bunların ziyarətgahlarına girirsən.
nələr görür adam. Nələr adamı, hansı adam baxır, dedi, ilahi, bunların gör, o çəkdiyi əziyyət gör, gəlib hara çıxıb. Çox sağ olun, Allah sizdən razı olsun. Siz bu çəkilişi yaparırsınız. Bu çox gözəl bir çəkilişdir. Bu, elə bil ki, İmam Hüseyin yolunda, məsələn, məhrəmlikdə bu, əgər bu veriliş gedir, axır o baxmayanlarda baxar, ürəyinə bir məhəbbət gələr ki, deyir ki, bu, indi o vaxtı ki, neçə yüz ildir. Bunların o çəkdiyi əziyyətin, məhəbbəti cəmatın ürəyindədir. O adam da bəlkə ürəyə gəldi, dedim, mən də gedim onları, gedim, görüm, ziyarət eləyim. O ziyarətlərdən mən doymamışam, valla. Mən yenə də, hər il deyirəm, yenə də mənim imkanım olsa, yenə də mən gedib o ziyarətgahları yenə mən gəzim. Allah Teala bizə ömür versə, yenə də gedib o ziyarətgahları baxarıq, gəzərik, o ziyarət eləyərik. Eşq karvanı, eşq karvanı. Hacı, çox maraqlı bir məsələlər var bu Kərbəla hadisəsində. Ümumiyyətlə, Həzrət İmam Hüseynin cazibəsi dəhşətdir də. Kərbəlaya gəldiyi anda, o yolda da baş verən hadisədə ona qoşulan insanlar ki var idi. Biz Ərbəyinə baxsaq indi, Ərbəyinə gedən insanlar, oradakı fədakarlıqlara baxsaq, burada da cazibə görərik, Həzrət İmam Hüseynin cazibəsini. Yenə də Kərbəlaya qayıtsaq, bir xristiyan ailəsidir. Vəhəb, oğlu Abdullah, demək, orada da ananın şücaəti. Xristiyan bir ailə idi, amma Həzrət İmam Hüseynin yanında İslamı qəbul edirlər və ailəcə canlarını fəda edirlər Həzrət İmam Hüseyninə. Bu qısa bir müddətdə nə bir cazibə idi bunları cəzb etmişdi özünə. Hətta oğlunun başını kəsib atırlar ananın üstünə, ana gəlir başı atır onların üstünə ki, biz Allah yolunda verdiyimizi geri almaraq. Çox qəribə bir şeylərdir. Bu cazibənin, hikmətin adı nədir acı? Çox sağ olun suala görə. Həqiqətən İmam Hüseyin əleyhissalamda xüsusi bir cazibə var. Elə bütün zamanlarda insanları cəzb edir, özünə çəkir. Və ümumiyyətlə bunu izah eləmək üçün düşündüyüm qədər Kərbəla vaqiəsi doğrudur təhlil olunmalıdır. Və bunda təhlili bir zaman istəyir, uzun bir zaman istəyir, günlər tələb edir. Amma qısa olaraq əlbəttə verilişin vaxtına nəzərə alaraq mən toxunmaq istəyirəm. Ümumiyyətlə Kərbəla həm keçmişlə, həm gələcəklə əlaqəli bir mövzudur. Keçmişdən məqsəd yəni nübüvvət, peyğəmbərlər, 124 min peyğəmbər. Gələcəkdən məqsəd yəni zühur. Keçmiş deyərkən yəni bilirsiniz ki, İmam Hüseynlə üzbəüz dayanan o insanlar, o cəmiyyət, onların fikri belə deyək 124 min peyğəmbərin zəhmətini hədər eləmək idi. Onların tikdikləri binanı dağıtmaq idi. Həzrət İmam Hüseyn özünü çatdırdı, amma Kərbəlaya buna imkan vermədi. Və əlbəttə çətin oldu. Canı bahasına, qanı bahasına, ətrafında olan səhabələrinin, yaxınlarının qətliyamı bahasına və əziz ailəsinin əsarəti bahasına. Bunlar çətin olsa da deyilər, yəni bu sözlər doğrudan da danışanda da, düşünəndə də insana ağır gəlir. Bunların hamısını nəzərə aldı İmam Hüseyin əleyhissalam və imkan vermədi ki, bu din, bu peyğəmbərlərin çəkdiyi zəhmət hədər olsun. Və eyni zamanda da gələcəklə bağlı bir hadisədir. İmam Hüseyin əleyhissalamın bu Kərbəlası qəfil baş vermiş, spontan bir hadisə deyildi. Düşünülmüş idi, qiyamətə qədər hesablanmış bir hadisə idi. Ona görə də hər bir insan özündə bir, belə deyək, İmam Hüseynin qarşısında özünü bir borclu hiss edir. Biraz öncə Elşən mənim toxundu, dedi, mən elə doğulandan İmam Hüseynlə tanış oldum. Həqiqət bundan ibarətdir. Biz hər birimiz Hüseynə borclu özümüzü hiss edirik. Və İmam Hüseyin əleyhissalam böyük bir fədakarlıq edib və onun etdiyi o fədakarlıq müəyyən bir zaman kəsiminə aid deyil. İmam Hüseyin əleyhissalam zamanın fövqündədir və onun etdiyi fədakarlığın içində də ilahi rəng var.
Sibğətallah və mən əhsənu minallahi sibğə. Allah rəngi var. Nə gözəl rəngdir bu rəng. Harda Allah rəngi varsa, Allahın rəngi itməz, bitməz, qurtarmaz. Müəyyən zamanda hədər olub yetməz. Və mə indəllahi baq. Allah Quranda deyir ki, nə məndən bağlıdırsa əbədidir, nə məndən kənardırsa fanidir. Hüseyn əleyhissalamın bu səhnəsi, bu Kərbəla səhnəsinin harasına baxırsansa orada bir ilahi rəng var. Uşağından tutmuş, xanımından tutmuş, cavanından tutmuş, ağsaqqalından tutmuş, böyüyündən tutmuş. Hamısının sözlərinə baxırsan, etdiklərinə baxırsan, ilahi çalar, rəng görürsən. Və eyni zamanda fədakarlıq, bir tərəfdən ilahi rəng və bütün zamanları əhatə edəcək bir hadisə. Sözsüz ki, böyle bir şəxsi sevməmək qeyri-mümkündür. Biraz tanış olan kimi hədislərdə belə bir maraqlı kəlmə keçirir. Mərifətən məknunə. Hüseynlə bağlı insanların qəlbində gizli bir mərifət var. Yəni sanki Hüseyn bizə tanışdı. Biz elə Hüseyni tanıyıb dünyaya gəlmişik. Bizə o danışanlar, xətiblər, atalar, analar adın çəkəndə, Hüseyn deyəndə biz elə bir tanıdım. Yad deyil Hüseyn bizə. Bizim qəlbimizi, xəmrimizi Allah Hüseyn məhəbbəti ilə yoğurub. Peyğəmbərin mübarək kəlməsidir. İnnə li qətlil Hüseyni, Hüseynin o şəhadətində hərarətən elə bir hərarət var ki, la təbrudu əbəda. Bu hərarət heç vaxt soyumayacaq. Bu hərarət həmişə var. Həmişə də var olacaq. Və biraz dərinləşdirsəm Allahın iradəsidir. Allahın iradəsidir. Bu şəxslərə qarşı Allah özü məhəbbət qoyub. Sözsüz ki, müftə verməyib. Allah Teala Quranda bir yerdə buyurur: "Ellezine amenu ve amilus salihat seyec'allahumur rahmanu vudda." Kim ki imanlı olarsa, qəlbini Allaha bağlayarsa, özü üçün yaşamazsa, mənfəətpərəst olmazsa, egoist olmazsa, fədakar olarsa, cəmiyyəti düşünərsə, bəşəriyyəti düşünərsə, onun sevgisini qəlblərə atacaq. Bu Allahın vədidir. Kərbəla Allahın vədidir, Hüseyn Allahın vədidir və onlarda Allah bir xüsusi cazibə qoyub. Düşmən də bunu bilirdi ya. Mən bir dənə Əmirül-Möminin atasından bir söz deyim sizə. Cəməl müharibəsi eşitmisiniz. Cəməl müharibəsində Təlhə ilə Zübeyir deyir ki, bu kimi göndərir ki, getsin 2 dəqiqə bunu ilə söhbət eləsin, qayıdır, gəlir, bizə Əlidən dəm vurur. Bizi göndərir, getsin, ona qarşı çıxsın, qaydanda bizə qarşı çıxır. Bir nəfər tarixdə bir adam var, onu seçdilər ki, məktuba varsın, çünki orada məktublaşma yerdir. O çox nifrət edirdi Əmirül-Möminə, olduqca. Çox nifrət edirdi əleyhissalam. Və bunu seçdilər ki, bu getsin da dönməsin də. Amma buna rəğmən yenə tapşırıqlar verdilər. 4 dənə tapşırıq verildi. 4 tapşırığın biri budur. Bax, sənə deyirik, nə badə ondan söhbət kəsəsən, danışmayacaqsan. Dedi, olsa mən nifrət edirəm, niyə danışmayacaqsan? Oldu, dedi, yaxşı. 2, onunla birdən düşərsən, su içərsən, çörək yeyərsən, deyər, otur, gəlmirsən, məktub. Nə badə çörək yeyəsən? Tapşırığımız sənə budur. Dayanıb onun üzünə belə diqqətlə baxma ya. Belə bu dərindən ona baxma. İndi belə danışırsan, danış. 4-cü də budur ki, bir dənə ayə var, 54 Əraf. Onu sehrin müqabilində oxuyurlar. Deyirlər, bu ayəni zümzümə ilə əli ilə dayananda ki, birdən sənə sehr eləyər. Nəsə eləyərsən, qəlbi vəl alar. Peyğəmbərə demirdilər, sən sehr eləyirsən. Cazibəsi tuturdu insanlar, adın qoymuşlar sehr. Dedi, narahat olmuyor. Narahat olmuyor. Gəldi dayandı Əmirül-Möminin qabağında. Əmirül-Mömin gördü, atla gəlib. Dedi, düş aşağıya. Düş aşağıya, susuz olarsan, sənə su verim, ac olarsan, sənə yemək verim. Böyle baxdı, dedi, nə susuzam, nə acam, heç nə istəmir. Düş aşağı, düşdü. Dedi, Təlhə ilə Zübeyir sənə tapşırıb ki, məndən söhbət eləməyəsən, dedi, bəli. Dedi, Təlhə ilə Zübeyir tapşırıb ki, mənim simama baxmayasan, dedi, bəli. Dedi, o sənə tapşırıb ki, məndən söhbət kəsməyəsən, dedi, bəli. Dedi, bəs o ayəni niyə oxumursan? Dedi, hansı ayəni? Dedi, sənə ayə demişlər, oxu, niyə onu oxumursan? Yanında belə baxdı, dedi, gəl ikimiz də oxuyaq ayəni. İkisi birlikdə həmən Əraf 54-ü oxuyur. Ondan sonra ayə bitəndən sonra baxır Əmirül-Möminə, deyir, mən sənə çox istəyirəm. Əmirül-Mömin deyir ona ki, bildim. İndi mən sənə məktub yazıram, çatdır Təlhə ilə belə.
Dedi, getmək istəmirəm. Dedi, niyə də sənin yanından ayrılmaq istəmirəm? Dedi ki, başa düşmədim. Dedi, amma gedərəm, sən imamımsan, nədir? Bir dənə kəlmə ilə, dedi, buyur. Dedi, dua elə məni, gedim orada ilişim qalmayayım. Gedim oradan qayıdım, gəlim sənin yanında şahadətə yetişim. Allah. Çünki bəzi vaxtlar insan bir dənə bənd istəyir şeytan ki, insanı uğurlasın. Adam deyir, mən heç vaxt oradan qayıdacam başuca, amma kifayətdir ki, orada ilişsin insan. Sən imamsan, mənə dua ilə ilişib qalmayayım oralarda. İmam əlin qaldırdı, onu dua elədi. Getdi və qayıtdı, imamın yanında şəhid oldu. Bu cazibədir. Bu bir fitri eşqdir. Elhamdülillah, bu xalqı sevir Əhl-i Beyt. Böyük bir dəyərdir. Onların məhəbbətin səbib Allah qəlblərimizə. Mən özüm yadıma gəlir, uşaq idim. Birinci dəfə deyə belə ekranda deyirəm. Mən babam, indi Allah hamiyə rəhmət eləsin. Az yaşım var idi. Həmişə onunla oturanda yadıma gəlir, inanın Allah, Əli deyirdim, danışmırdım. Əli deyəndə başlayırdı belə ağlamağa. Dedim ki, hələ danışmamışam. Dedi, sən bilmirsən o kimdir. Sən bilmirsən o kimdir. Qoymurdun danışmağa, inanın. Yəni doğrudan biz müəllim demişkən, hələ bu babalarımızdan gördük, atalarımızdan gördük və düşündük və dərk elədik, söz onda deyil. Amma Əhl-i Beyt belə bir şəxsiyyətdir. Əhl-i Beyt Allah olan məhəbbətin səbəb. Allah o məhəbbət əlimizdən almasın inşallah. Amin. Amin. Allah o babalara, o nənələrə də Allah rəhmət eləsin Hacı. Həqiqətən də siz danışdıqca adam xatırlayır, gözünün önündən keçir. Allah ruhlarını şad eləsin. Eşən müəllim, yenə də qaydaq sizə. Sizin adınız gələndə Azərbaycanda bir çox insan xatirəsində dərhal bir obraz canlanır. Həzrəti Yusif. Həzrəti Yusif serialı həqiqətən də çox möhtəşəm oldu. Mən xatırlayıram, bizim televiziyalarda efirə gedəndə həmin saatda insanlar olmurdu küçələrdə, bayırda insan tapmaq olmurdu, görmək olmurdu. Hər kəs otururdu ekran başında, həvəslə gözləyirdi o serialı və bir ki, xüsusən də orada baş rol səsləndirirdi siz və sizin o səsiniz oturmuşdu insanların qəlbində. Həqiqətən də xüsusi bir məhəbbət var indiyə qədər də. Məhz sizin səsinizlə bunu inkar etmək olmaz. Azərbaycanda bu serial sevildi. Yusifin hekayəsində bir ata var. Oğlunun həsrətindən gözü ağaran və gözü kör olan bir ata, Həzrəti Yaqub. Kərbalada da bir ata oğul var. Həzrəti İmam Hüseynlə Həzrəti Əli Əkbər. Onların da ayrılığı çox acı idi, çox acı verirdi həqiqətən də. Eşən müəllim, sizcə bir səs aktyoru kimi bu iki ayrılığı, Yaqubun fəryadını və Həzrəti Hüseynin səssiz göz yaşını necə səsləndirmək olar? Onların fəryadını içdən eşidən bir aktyor olaraq bu ağrının hansı notları sizi daha çox titrədir? Belə bir sualımız var. Çox sağ olun sualınıza görə. Əvvəlcə ondan başlayayım ki, Həzrəti Yusif serialı çəkiləndə və bizim dəyərli rejissorumuz Emin bəy mənə bunu təklif eləyəndə təbii ki, bir aktyor kimi mən fəxr elədim, qürur duydum ki, belə bir serial və belə bir obrazı səsləndirirəm. Bu adi obraz deyil. Bu xüsusi bir roldür, xüsusi bir obrazdır. Bunu anlatmağa ehtiyac yoxdur. Düzdür, çox asanlıqla keçmədi bunun səsləndirilməsi. Kiçik bir otaqdaydıq, saatlarla, 6 saat, 7 saat, 8 saat, bəzən gecə yarısına qədər, səhərə qədər biz məşğul olurduq və obrazın sözlərini dəfələrlə süzgəcdən keçirirdik. Daha münasib cümlələr seçirdik.
və istəyirdik ki, daha yaxşı bir neçə dəfə təkrar eləyirdi yaxşı alınması üçün. Və bitdə necə deyərlər, miskal bu obrazı üzərində işlədim. Və sözün düzü bu obrazın, bu serialın bu qədər xalqımız tərəfindən, xalq tərəfindən, tamaşaçılar tərəfindən seviləcəyini bu həcmdə gözləmirdim. Təxmin etməmişdim. Təxmin eləməmişdim, çünki fikirləşirdim ki, yəqin bu da bir növbəti mənim səsləndirdiyim, bilirdim ki, yəni materialın böyüklüyü, kimi səsləndirməyi mən başa düşürdüm. Amma fikirləşirdim ki, bu qədər səs-küy, bu qədər ajitaj, bu qədər məhəbbət olacağını mən düşünmürdüm. Amma efirə gedəndən sonra mən anladım ki, doğrudan da biz böyük bir iş görmüşük. Və bizim bu işimiz hədər getmədi. Nəinki hədər getmədi. Bu, bir aktyor kimi, mənim bir dublyaj aktyoru kimi bəlkə də ən zirvədə olan bir filmim oldu. Çünki təsəvvür eləyin ki, aktyoru ekrandan görərlər, ona yaxınlaşarlar ki, siz görmüşük, siz obraz yaratmışsınız. Mən görürdüm ki, səsə görə mənə yaxınlaşırlar. Allah. Sanki mən həmin rolü mən özüm oynamışam. Yəni bu dərəcədə mənə yaxınlaşırlar, bu dərəcədə yaxınlaşıb şəkil çəkdirirlər, sözlər deyirlər. Və anladım ki, doğrudan da biz çox böyük iş görmüşük və hətta mənim bir aktyor yoldaşım vardı. O mənə deyir ki, mən bu seriala dəfələrlə baxmışam və orada sənə xüsusi bir güc verilmişdi ki, sən onu yerinə yetirdin. Və bu söz mənim ağlıma batdı və mən hiss elədim ki, əlbəttə, indi səs özümündür, amma nəsə bir hikmət var ki, bu səsə bir rəng verdi, bir məzmun qatdı, bir dərinlik verdi ki, o insanların qəlbinə yatdı. Bizim bir həkim dostumuz vardı, o bitkilərlə müalicə eləyir. İndi təvəzzökarlıqdan uzaq olsa da, o məni tapdı və məni evinə dəvət elədi və dedi ki, mən o serialdan səsləri götürmüşəm, mən pasiyentlərimi, xəstələri o səslə müalicə eləyirəm. Yəni ki, sözün düzü mən fəxr elədim, sözün düzü belə bir, yenə deyirəm, təvəzzökarlıqdan uzaqdır. Yəni bunu öz işim kimi, öz səsim kimi, mənim səsim bax belədir, o xəstələri müalicə eləyir kimi qəbul eləmirəm. Bunu bir ilahinin bir vergisi kimi qəbul eləyirəm ki, niyə başqa filmləri səsləndirəndə bax bu qədər insanlar mənə yaxınlaşmır, öz ürək sözlərini demir və bu həkimin də bu məsələləri. Amma gördünüz ki, bax, burada artıq insanlar mənə yaxınlaşır, insanlar mənə öz sözünü deyir və həkim dostumuz da ki, bu sözü deyəndən sonra artıq mən özümü yığışdırmağa başladım və öz, yəni bu səs barədə düşündüm ki, bu səsi, düzdür, mən aktyoram. Bugün bu səsi səsləndirəm, sabah bir, əstağfurullah, bir alçaq bir adamın səsini də səsləndirə bilərəm. Amma bu söz məni biraz düşündürməyə vadar eləyir ki, bu səs barədə nəsə fikirləşmək lazımdır ki, yəni bu boş bir şeylərə sərf olunmasın. Sualınızın ikinci tərəfinə gəldikdəsə, bu da çox çətin bir sualdır. Yusif Peyğəmbər serialında ata ilə oğlun görüşməsi, bayaq Hacı ilə də verilişdən əvvəl söhbət elədik, ən təsirli filmin nöqtələrindən, məqamlarından biridir. Orada doğrudan da biz özümüz səsləndirə də gözümüz dolurdu. Amma İmam Hüseynin, Həzrət İmam Hüseynin oğlunun şəhidi
bu tamam başqa bir məsələdir. Orada qovuşurlar. Hı -hı. Ata oğul qovuşur. Buradasa ata oğul bu dünyadan yəni şəhid olurlar. Onlar o biri dünyada qovuşurlar. Yəni fərq budur. Və bunun dəhşəti daha böyükdür. Bunun ağrısı daha böyükdür. Səhv eləmirəmsə oğlun 26 yaşı var. 25-26, yəni gənc bir insanın ata ilə bir yerdə şəhid olması bu dəhşətli bir şeydir. Atanın gözü qarşısında doğranması, oxlanması. Bu, ümumiyyətlə bu müsibət. yəni aktyor işi deyil bu. Yəni mən inanmıram ki bu yük necə ola bilər onu təsəvvür elə bilmirəm. Yəni o barədə. Amma hər ikisi görürsünüz ki paralellər elədir ki mən istəyirəm ki bax bu dünyamız nə qədər dərs olub. Bax keçmişə baxıb bu haqsızlıqlar olub, onun yanında İmam Hüseynin şəxsiyyəti olub, İmam Hüseynin ləyaqəti olub, İmam Hüseynin ədaləti olub. Bu bir mesaj olmalıydı bugünkü günümüzə ki bu şərdən qurtarmalıyıq. Amma yenə də bu dünyamız yenə də təmizlənmir. Axı bu nümunə var. Bu nümunə var. Niyə biz yenə də təmizlənmirik? Niyə də bu dünyada yenə də bu haqsızlıqlar olur? Bu barədə düşünməliyik. Ümid eləyirəm ki, hər şey insanlar nəhayət ki, həqiqəti dərk eləyərlər. Həqiqəti dərk eləsələr, bu zülm də olmaz. Mən belə düşünürəm. Eşə müəllim, çox qısa xahiş edirəm. Bu Muxtarnamədə, məşhur Muxtarnamə serialında da əlbəttə rol almısınız. O da çox gözəl, mükəmməl idi. Mən düşünürəm ki, Yusif Peyğəmbərin daha çox sevilməsi bir Peyğəmbər obrazı orada var. Mənəvi ahəngi var onun. Burada isə bir sərkərdə idi, Muxtar bir sərkərdə idi. Təbii ki, ola bilərmi? Yəni bu öz sözünü desin. Yəni iki fərqli şəxs, bu Peyğəmbər idi, Yusuf Peyğəmbər. Burada isə Muxtar idi. Sadəcə böyük bir təbii ki, qəhrəman idi, sərkərdə idi. Necə düşünürsünüz? Yəni bunun daha çox sevilməsi, bəlkə də mənəviyyatla bağlı olduğu üçün. Burada aqressiya var idi. Muxtarın aqressiv hərəkətləri, orada ola bilərmi fərqlər? Fərq əlbəttə vardı, amma mahiyyət etibarı ilə bunlar eyni ideya uğrunda mübarizə aparırdılar. Sözsüz, bəli. Eyni yol uğrunda mübarizə aparırdılar. Bunların mahiyyəti eyni idi. Amma biri sərkərdə idi, biri çılğındı, biri döyüşkən idi. Ona görə də fərqli obrazlar idi, amma mahiyyətləri eyni idi. Təbii ki, bu obrazda mənim belə aktyor yaradıcılığımda xüsusi bir yer tutur ki, belə bir sərkərdəni səsləndirmək. İmam Əli aşiq idi. Mən özüm də yenə bayaq dediyim söhbətə qoşuluram. Hacı da dedi ki, cazibə. O cazibə bizdən asılı deyil, o cazibə bizi tutur. Və istər-istəməz və o Əli aşiqiliyi məndə də, mənim qəlbimdə də olduğu üçün istər-istəməz rolu səsləndirəndə də mütləq bu təsir eləyir. Mütləq. O işsiz keçmir. Və çox şükürlər olsun ki, bu obrazda müəyyən rəğbət qazanıldı. Hətta bayaq da söhbət elədik, iştirakçılarla da bizim canlı bağlantımız oldu. Onlar da öz fikirlərini dedilər, çox müsbət fikirlərini dedilər səsləndirmə barədə. Bizim onlarla diyalogumuz oldu. Və nə yaxşı ki, mənim aktyor bioqrafiyamda bu rollar var və bu rollarla, bu səslə məni tanıyırlar. Çox sağ olsunlar və bunu da ilahinin bir hədiyyəsi kimi qəbul edirəm. Mən deyərdim ki, xoşbəxt idi. Həqiqətən də xoşbəxt idi. Bir aktyor üçün əlbəttə xoşbəxt idi. Xüsusən sizin səsinizlə o dualar var, xüsusi dualar var ki, mənim özüm yaddaşımda da var.
onu dinlədikcə insan aramlıq tapır Bəli, həqiqətən də. Bir başqa bir aura yaranır həqiqətən. Allah səsinizə bərəkət versin həqiqətən. Allah Təşəkkür ömrünüzə edirəm, var bərəkət olasınız, versin, var qorusun sizi. olasınız. Əziz bizim şairimizə yenə də sualım var Aydın Saniyə. Bildiyiniz kimi bir çox hallarda hər hansı bir mövzunu incəsənət dili ilə cəmiyyətə çatdırmaq daha təsirli olur. Bir şair olaraq, sənət adamı olaraq Həzrət İmam Hüseynin həyatından, Kərbəla hadisəsindən daha çox hansı hissəni poetik dildə insanlara çatdırmaq istəmisiniz və ya çatdırmaq istəyərdiniz? Əslində istəməzdim o sadəcə olaraq İmam Hüseyn dilimizdə o müəyyən bir iş xatirinə içilən antlar kimi yadımızda qalsın. Yəni hər dəfə bacardıqca çalışırıq. Məsəl üçün mən öz sahəmdən, öz tərəfimdən deyirəm, çətindir. Amma qəribə bir insana hal gəlir, qəribə bir zövq gəlir, qəribə bir duyğu gəlir insan ki, nə yaxşı ki, mən bunu elə bu sahəyə uyğun elədim. Bir də görürsün ki, elə birinci sənət adamlarıyla üzbəüz gəlirik ki, baxırsan ki, yəni ümumi mövzu olaraq çox uzaqdılar. Amma indi bir dənə fürsət düşüb ki, belə deyək də o bir tumluq sən orada varsan və onu yaya bilərsən orada. Görürsən, qəbul eləyəndə yaxşı qəbul eləyirlər. Nə yaxşı, heç ağlımıza gəlmirdi. Mən baxıram ki, bu mənim hikmətimdir, mənim böylüyümdür. Bu, yenə deyirəm, o Həzrətin məqamı o boyda ucadır, o boyda yəni böyüdür ki, adının keçdiyi yeri belə bəs eləyir ki, orada 2-3 qəlbə sirayət eləyəsən, 2-3 qəlbə toxunasan. Ümumi sahədə sən məsəl üçün, belə deyək, təbii ki, İmam Hüseyn yolu bir məktəbdir, Kərbəla özü bir məktəbdir, Əhl-i Beytin getdiyi yolu özü bir məktəbdir. Bu məktəbdən əgər bayaq dediyimiz kimi əxlaq öyrənmişiksə, elə o əxlaqlı davranışın özü də görürsən bir diqqət çəkir. Görürsən ki, bir xüsusiləşdirdi səni. Səni bir, necə deyim, başqa bir o bayaq hazır dediyi o rəng verdi sənə. Biz də o rəngi biraz öz sahəmizdə bacarıq, biraz da yayaq, biraz da yəni bugün məlum bir dövr yaşayırıq ki, biraz çətindir. Biraz yox, mən deyərdim, çox çətindir. Çünki ümumiyyətlə o təbliğatımız indi yenə deyirəm, biz ustadlarımızdan öyrənirik. Ola bilsin ki, orada bir yalan danışmamaq necə olmasa hansısa bir camiyyədə, nə bilim, bir gözəl bir söz deyərsən ki, o sözün əvvəlində də, axırında da məsəl üçün Allah dayanır, Əhl-i Beyt dayanır, Quran dayanır. Elə olanda elə bilirsən ki, biraz nəsə də yəni xidmət elədin. Yəni elə bir orada böyük bir oturub bir dərs deyəsin, yox bilirsiniz, bu budur, bizə bunu öyrədiblər, bax siz də bunu görün, nə gözəldir, bir dənə yaşayın bunu, bir dənə baxın. Görsələnçinə o çox da hər zaman yəni uğurlu olmur. Amma elə bacardığın qədər Allah bərəkət versin, sən birinə deyərsən, biri səndən belə görərsən, obrisini ötürərsən, obrisi digərinə və bir də görərsən ki, böyük bir damcı göl olub axır, bu belə. Yenə də əgər bu günləri bax burada siz kimi dəyərli insanlarla bir aradayamsa, mövzumuz Kərbəladsa, mövzumuz İmam Hüseyndirsə, mən bunu ustadıma borcluyam. Bizə İmam Hüseyni o tanıtdırıb, bizə İmam Hüseyni o sevdirib. Bəzən deyirlər ki, xoşum gəlməmişəm o sözdən ki, adam var, ürəyi partlayır, dərdindən ağlaya bilmir. Onu elə mərhum ustadımız Hacı Şahin də dilindən eşitmişəm, elə Nəcramilin də dilindən eşitmişəm, Xundazərin də dilindən eşitmişəm ki, adam var, ürəyi doludur, dərdindən ağlaya bilmir. Yəni, ağlasın, bir rahatlaşarsan, bir aram taparsan. Yəni, görürsən ki, göz yaşı bəzən elə özü böyük bir neymətdir, bir lütfdir. İndi 2 qat olur onda onun gözəlliyi ki, o nə xoş onun üçün kimi İmam Hüseyin üçün axsın o göz yaşı. Bir göz yaşı ki, mükafatsız da deyil. Yəni belə. Allah elə bir ömür nəsib eləsin ki, heç olmasa mən hərdən özüm öz adından deyirəm ki, mən elə bilirəm ki, hələ İmam Hüseyni anlaya bilməmişəm.
Çünki bir insanı anlamaq üçün gərək özünü qoyasan onun yerinə. Adam elə hər dəfə görürsün ki, misal üçün müalicələrdə qulaq asanda hər dəfə təzə bir mövzular çıxır. Hər dəfə təzə mövzular çıxır. Baxırsan ki, hə, bu başqa yoldur. Bu söz bəzən aciz qalır. Yəni şərəfli yoldur, bəli. Ucadır, bəli. Alidir, bəli. Amma elə bilirsən, nəsə çatmır. Biraz da qatqı qatmaq istəyirsən, biraz da istəyirsən böyüdəsən onu öz üçündə. Allah elə ömür nəsib eləsin ki, elə o yolun, necə deyim, o gedən insanlar ki var, ustadlar ki var, dostlarımız ki var. Elə onların xidmətçisi qərar versin bizə. Yəni də bəsimizdir vallahi. Yəni, Amin. açıq deyirəm, çoxda da gözümüz yoxdur. Olsa nə gözəl, amma o qədər çətindir ki, heç olmasa özümüz, mən özüm edə də bilməsəm, amma heç olmasa o gedənlərin hərdən o səfərlərdə görürük də, məsəl üçün ki, o uzun, neçə müddət yol gedirsən, görürsən ki, o biri gəlib onun ayağını oxalayır, o elə bir ayaqqabısını təmizləyir, bir nə bilim, nəsə bir xidmət, bir su ilə da, yəni, heç olmasa onlardan ola bilək. Yəni, bir daha təşəkkür edirəm mənə dəvət elədiyiniz üçün. Çox sağ olun. Həqiqətən də çox sağ olun. Aydın Sani, Allah razı olsun. Allah razı olsun. ömrünüzə bərəkət versin. Var olasınız, sağ olasınız. Samirlan Hilali, yenə də bir sualımız var sizə. Bildiyiniz kimi filmlərdə və yaxud bir neçə bölümdən ibarət seriallarda rejissor və ya senarist ümumi bir mövzu əsasında bir ad seçir və bu adla layihəni tamaşaçıya təqdim edir. Eyni ilə siz bir məddah olaraq məclislərdə rozələr, mərsiyələr, nohələr ifa edirsiniz. Əgər sizdən istənilsə ki, bu illər ərzində oxuduğunuz Kərbala qəhrəmanları ilə bağlı olan əsərləri bir ümumi adla altında toplayasınız, bu ad nə olardı? Həmçinin bu adı seçməyinizin səbəbini də izah etsəz yaxşı olar. Təşəkkür edirəm Hacı, yenidən söz verdiyiniz üçün. Aydın Sani qardaşım çox gözəl vurğuladı. Bizi bu eşqi, məhəbbəti gətirib çatdıran ustadlarımız var ki, sanki o uşağın əlindən tutub bir məktəbə aparasan, elm üçün, təhsil üçün, tanıdasan, yaşamağın nə cür olduğunu. Mən də elə veriliş vasitəsilə elə dəyərli ustadım, Hacı burada olmuşkən, Hacı təşəkkür edirəm sizə. Sağ olun. İmamı səni bizə tanıtdırdığınız üçün Hacı. Təşəkkür. Allah sizdən razı olsun. Biz həqiqətən də xoşbəxt insanıq. Bizə İmam Hüseyni tanıdan gözəl ustadımız var. Və Allah bütün İmam Hüseynin eşqini yaşadan əzizlərimizi qorusun, var eləsin inşallah. Amin. Bəli, bəlkə də bu sözün biraz şablon da olar, bəlkə təkrar da olar. Amma bənzətmə olsaydı bir, belə deyək, serial kimi bu illər ərzində olan eşqi, İmam Hüseynin eşqi behişt ətridir, cənnət ətridir. Bəzən soruşmaq olar ki, bir insandan behiştin ətrini duymaq istəyərsən, sözsüz ki, deyəcək əlbəttə. Mütləq ki, İmam Hüseynin eşqinə başvursunlar, İmam Hüseyni tanısınlar və mütləq də İmam Hüseynin sevgisi ilə o behiştin ətrini dadacaqlar, qoxlayacaqlar. Ondan gözəl qoxu var, eşq var. Və bu, siz bir sual verdiniz sonunda ki, nə ad qoyardınız? Elə bu eşqin adı, bu dediği serialın sonu, eşqin sonu elə eşq karvanı olsa daha gözəldir. Nə gözəl. Məncə Çox eşq təşəkkür karvanı. edirəm sizə. Samirlan Hilali, Allah razı olsun. Əziz ustadımız, ruhanimiz, təşəkkür edirik sizə. Sizə təşəkkür Allah sizi qorusun. Eşə müəllim, Aydın müəllim, hər ikinizə təşəkkür edirəm. Var olasınız. Biz də təşəkkür edirik. Çox sağ olun. Bu yaddaşlarda qalacaq bu proqramlar. İnşallah. Yaddaşlarda qalacaq, xatirələrdə qalacaq inşallah. Samirlan, sizdən bir ifa eşidərik inşallah və sonlandırarıq proqramımızı. Əziz İnşallah. və möhtərəm Eşq Karvanı izləyiciləri, növbəti həftə görüşünüzə gələcək. Allah bu yoldan, bu məktəbdən, bu eşqdən sizi ayrı salmasın. Sağ olun. Eşq karvanı. Eşq karvanı. ey ruh reyhan
belə dilə həsrət odun ey yarim. Yatma belə dur bu xərabədə sən gözəlim ey canim. Batma belə dur bu fəraq və yandı dilim ey yarim. Mən hələ qara gözündən gözəlim doymamışam. Əkbərin qarəsini ey gözəlim soymamışam. Ey salan o dili avarəyə dövranə qızım. Oxşadın balesinan çöldəki tərlanə qızım. Ey ruh reyhan, ey dərdi peyman, simay dilrubar bəyəcan. Ey kənz-i iman, ey mahir-əşan, mən ay məhriqar bəyəcan, rüqəyəcan. Mən necə başa qərab salım ey yarim. Solma belə dur bu şəraridə sən mənim ey canim. Qalma belə dur bu xərabədə yoxdur kəsim ey yarim. Mən necə dərdimi əğyar edeyim ey gülünaz. Səni mən qəbrə qoyum qürbət ara ey gülünaz. Ey dözən minnət aləmə bu yarə ürəyi. Olan əsrət dili viranə də yarə ürəyi. Ey ruh reyhan, ey dərdi peyman, simay dilrubar bəyəcan. Ey kənz-i iman, ey mahir-əşan, mən ay məhriqar bəyəcan, rüqəyəcan. Ey ruh reyhan, ey dərdi peyman, simay dilrubar bəyəcan. Ey kənz-i iman, ey mahir-əşan, mən ay məhriqar bəyəcan, rüqəyəcan.